Masazırda Cantəpədə 54.500 manatdan satışa çıxan dövlət ipotekasından yararlı evin və torpağın küçəsi olan belə bir əytiv çəkib təqdim edirəm. Yerdən 5-6 daş kürsü üzərindən inşa olunub, qoşa daşla mərtəbənin yekunda beton kəmər atılıb. Həyətyanı sahə bu qaydadadır, bir maşın sərbəst şəkildə daxil ola bilər. Cantəpədə 20 yanvara gedən 142 nömrəli marşrut yolunun bir 500 metrliyindədir hardasa. Cantəpə ərazisi Xırdalan dairəsinə olduqca yaxın bir ərazidir. Bütün otaqlar dəhlizdən paylanır. Solda yerləşir. Evin zal hissəsi, baxın belə bir zal hissə mövcuddur. Döşəməsi pol taxtadır. Bu qaydada, eyni ilə bu qaydada çoğunu pol vurulub, radiator xətləri çəkilib. Bura evin sanuzeldir. Aksesuarları tam olaraq yığılıb, hazır vəziyyətdədir və sanuzelin üst hissəsində ehtiyat küçəni quraşdırılıb, hörmətli izləyicilər. Dama çıxış buradan qoyulub, çıxıb yerindəcə hər biri ilə tanış ola bilərsiniz. Bura növbəti yataq otağı, bura isə evin mətbəx sahəsidir. Qiymət 54.500 manat. Alıcılara endirim olunacaq. Əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.